Bismillahirrahmanirrahim və bihi nəstəin. Allahumma salli ala Muhammed və ali Muhammed. Selamun aleykum və rəhmətullah əziz dostlar. Hər vaxtınız xeyir olsun. Bəhsimiz Quranda Allah-şünaslıqdır. Biz ötən verilişimizin sonunda söz verdik ki, filosofların tövhidin bölgüləri barəsində dediyi məsələləri siz əzizlərin xidmətinə çatdıracaq. Onlar tövhidi hansı qismlərə, bölgülərə ayırıblar. Biz onların kitablarına müraciət edəndə görürük ki, onlar tövhidi 3 qrupa bölüblər. Birinci, zati tövhid. Zati, əlbəttə, siz bu bölgülərə diqqət edin, qeydiyyat aparın inşallah. Ariflərin bölgüləri ilə müqayisə edərsiniz ki, təqribən tam əksidir. Nə üçün inşallah işarə edəcəyik. Birinci bölgü, yəni birinci tövhidin ilk qismi, ilk növü zati tövhiddir. Zati, bu həm filosofların bölgüləridir, həm də teoloqların bölgüləridir. Teoloqlar da bu cür bölürlər. Zati tövhid dedikdə nə nəzərdə tutulur? İki dənə şey nəzərdə tutulurlar. Birincisi, Allah təbarək və Teala təkdir və bu tək özünə məxsus bir təkdir, vəhdəti var. Məsələn, filosofların dili ilə desək, əl-vəhdətu bil-həqiqə, vəhdətul həqiqə. Yəni, həqiqi vahid ki, ədədi vahid deyil də. Özü izah olunmalıdır. Fəlsəfi kitablarda bu geniş araşdırılır. Birinci, Allahın vahid olmasıdır. Çünki necə ki, Quran-ı Kərimdə nə qədər ayələr var ki, Allah birdir, Allah birdir, Allah birdir. Amma bizim ədəd başa düşdüyümüz kimi deyil, yəni ədəddə olan birlik deyil. İkincisi isə bəsitliyi məsələsidir ki, Allah bəsitdir. Yəni, filosoflar, teoloqlar Allah birdir dedikdə iki şey nəzərdə. Zati tövhid daha doğrusu. Zati tövhid deyəndə iki şey nəzərdə tutulurlar. Bir, Allah təbarək və Teala yeganədir, təkdir. İki, Allah təbarək və Teala bəsitdir, mürəkkəb deyil. Hissələrdən təşkil olmayıb. İndi bu hissələr ola bilsin, xarici hissələr olsun. Məsələn, mənim qarşımda kitab var, görürsünüz. Bu kitabın hissələri var. Bir dənə cildi var, vərəyi var və özünüz də müşahidə edirsiniz. Mürəkkəbdir. Allah təbarək və Teala belə deyil. Baxmayaraq ki, bəziləri anlamırlar bu məsələni. Deyirlər, xeyr, Allah təbarək və Teala'nın əli də var, ayağı da var, üzü də var. Hər bir şeyə nisbət verirlər. Bir-iki dənə şeydən başqa, məsələn, saqqaldır, üzr istəyirəm, övrətdir, belə şeylərdən başqa demək olar. Hər şey, bəzilərdə, məsələn, daxili qüvvələrdən, məsələn, deyirlər ki, nə bilim, bağırsaqdır, belə şeyləri yoxdur. Misal üçün deyir, təsəvvür edirsiniz. Hər şey nisbət verirlər, amma deyirlər, yenə də cisim deyil. Özünə məxsus, deyək ki, Allahın sinəsi var, özünə məxsus ayağı var, özünə məxsus nəyi var. Bu, anlamırlar ki, Allah təbarək və Teala'nı bu cür siz götürsəniz məhdud olacaq. Allah təbarək və Teala olacaq mümkün varlıq, ehtiyaclı varlıq, zamana ehtiyacı olan, məkana ehtiyacı olan. Necə ki, özləri də deyirlər ki, Allahın bir dənə kürsüsü var, 4 dənə də mələk var, kürsünü o tərəfa daşıyırlar. Bir dənə kürsüsü var ki, ərşidir, əlbəttə o ərşini daşıyırlar. Bir dənə kürsüsü var ki, kürsüyə Allah oturanda Allahın ağırlığından nalə edir, fəryad edir. Bu olur onların tövhidi. Bəhsimiz onlar deyil, mənəvi bəhsimizi korlamayaq. Biz gəlib bu məsələni qeyd etmək istəyirik ki, onlar deyirlər Allah bəsitdir. Bəsitliyi də zahiri mənada götürə bilərik, yəni mürəkkəblikdən uzaqdır və digər növləri də var bəsitliyin. Ən yüksək bəsitliyin mənası da təhlili bəsitlikdir. Yəni Allah təbarək və Teala'nı biz təhlil edəndə iki hissəyə ayıra bilmirik. Məsələn, onun bir dənə varlığı olsun, onun bir dənə də nəyi olsun, mahiyyəti olsun. Bundan da yüksək bir bəsitlik var ki, ancaq Allah təbarək və Teala'ya məxsusdur. O da varlıq və yoxluqdan təşkil olunan bəsitlik. Yəni, əqildə elə bir güc var ki, gəlir varlığı sanki iki hissəyə ayırır. Deyir ki, bu varlıqda bir dənə varlıq var, bir dənə də bunu yoxluğu var ki, artıq onu əhatə etməyib. Yəni, öz yerində bəhs olunur. Ona deyərlər tərkib, mürəkkəblik varlıqdan və yoxluqdan. Kimsə sual edə bilər ki, məgər yoxluq bir şeydir ki, bir şey ondan təşkil olsun. Yəni, təsəvvür edin ki, bu mürəkkəbin bir hissəsi
Varlıqdır, bir hissəsi isə yoxluqdur. Xeyr, onlar bunu demək istəmirlər. Onlar demək istəyirlər ki, biz varlığa baxanda görürük ki, bu varlıqda naqisliklər var. Bu naqisliklərə deyirik yoxluq. Amma Allah Təbarək və Teala'da Allah Təbarək və Teala'ya nəzər salsan, onda heç bir naqislik yoxdur. Deməli, Allahda yoxluq mənasızdır. Bu zat-ı tövhidin mənası idi. Quran-ı Kərimdə bu məsələlər işarə olunur. Məsələn, vahid məsələsi, bəzilər deyirlər, əhəddə elə buna işarə edir ki, yəni bəsitdir. Və hətta İmam Əli əleyhissalamın kəlamı da deyirlər ki, bu məsələyə işarə ola bilər. Bir nəfər sual edir, Siffin müharibəsində qalxdı bir ərəb, çöl ərəbi ki, biz ki deyirik Allah birdir, mənası nədir? İmam Əli əleyhissalam buyurdu ki, bunun neçə dənə mənası ola bilər? İkisini Allaha nisbət verə bilərik, ikisini nisbət verə bilmərik. Onun ki, nisbət verə bilmərik, onu heç nisbət verə bilərişi deyirəm. Deyir, əmməl vəchənəl-ləzani yətbətani fihi ki, Allah Təbarək və Teala'da sabitdir bunlar. Fəqavlul qaili, məsələn, bir nəfər ki, Allah birdir deyəndə bunu nəzərdə tutar. Huvə vahidun leysə ləhu fil əşya şibhun ki, vahiddir, əşyalarda onun tayı, bərabəri yoxdur. Kəzalikə Rəbbuna, bizim Rəbbimiz də bu həmən vahidə işarə eləyir. Ki, bəlkə də o hədislər ki var, deyir, nəfiyyüs sifat-ı ənih, tövhidin mənası budur ki, ixlası budur ki, sifətləri ondan uzaqlaşdırasan, yəni məxluqlara aid olan sifətləri ki, bu sifətlər bəhsində əlbəttə bu məsələyə işarə eləyəcəyik. Və qovlul qaili innəhu əzzə və cəllə əhədiyyul mə'na. Yəni bih ənəhu la yənqasımı fi vücudun. Görürsünüz, əhədi bu cür götürür İmam Əli əleyhissalam. Ki, yəni öz varlığında bölünmür. Hissələrə bölə bilmərik ki, məsələn, Allah Təbarək və Teala'nın bu bir hissəsidir, sağ tərəfidir, sol tərəfidir, yuxarısıdır, aşağısıdır və ya əqlimiz gəlib onu hissələrə bölsün, bu mümkün deyil. Allahu nurus semavati vəl ərd. Göylərin və yerin nurudur. Ümumiyyətlə, bölgüsü yoxdur. Allah qeyri-məhdud bir varlıqdır, sonsuz bir varlıqdır. Onu necə bölə bilərsən hissələrə? Hissələr ancaq cisim bölünür və cismə aid varlıqlar bölünür. Və bölünmür varlıqda və la əqlin, bu bölgü əqli baxımdan da mümkün deyil. Və la vəhmin, kəzalikə Rəbbuna azə və cəl. O qədər gözəl kəlamdır bu, o qədər dəyərli, o qədər dəqiq tövhidi bizə izah eləyir. Onlar ki, tövhid iddiası edirlər, çox uzağa getməsinlər. Gedib İmam Əli əleyhissalamın Nəhcül Bəlağədəki birinci xutbəsini oxusunlar. Görsünlər, həqiqi tövhid nədir? İzahları ilə bircə alimlər gözəl izahlar veriblər buna. Anlasınlar, həqiqi tövhid nədir? Əhl-i beytdən uzaq düşsən, bəli, tövhiddən də uzaq düşəcəksən. Buna deyərlər zati tövhid. Digər tövhidin növü, 3 dənə qismə bölürlər də sifati tövhiddir. Ona deyərlər sifətdə tövhid. Birinci olur zatda tövhid, ikinci olur sifətdə tövhid. Yəni nə? Yəni, mən Allah Təbarək və Teala'ya müəyyən sifətləri nisbət verirəm. Niyə? Çünki bu sifətlər kamilliyin, kamil varlığa aid xüsusiyyətlərdir. Kamilliyi çatdırır. Belə bir bəhs var fəlsəfədə. Deyirlər ki, Allah Təbarək və Teala üçün mümkün olan bütün sifətlər, o ki ona nisbət vermək mümkündür, Allah Teala üçün zəruridir. Yəni elm, qüdrət, həyat və digər xüsusiyyətlər ki, bir növ kamilliyin nişanəsidir, Allah Təbarək və Teala'da olmalıdır o. Çünki kamil varlıqdır. İndi ki bu Allah Təbarək və Teala'da var, necədir? Hansı formadadır? Bizdə belədir ki, biz əvvəl nəyəsə sahib olmuruq, sonra əlavə olunur. Məsələn, biz dünyaya gələndə heç nə bilmirdik. Sonradan elm əldə edirik. Və ya qüdrət, zəif oluruq, sonra qüdrət tapırıq. Amma Allah Təbarək və Teala da belə deyir ki, sonradan ona əlavə olunsun. Biz zatına baxırıq, görür ki, bu zatında bu var. Ona deyərlər, sifətdən zatı eyniyyət, birlik təşkil edir. Əlbəttə, buna necə satırıq, özü ayrı bir şeydir. Məsələn, mən özümdə qüdrət görürəm, elm görürəm, deyirəm, mənim xaliqimdə bu olmalıdır, yüksək dərəcədə. Məndə sonradan əlavə olunub, onda isə həmişə var. Əlbəttə, əşərilər burada böyük səhvə yol verdilər, dedilər, xeyr, Allahın neçə dənə, 7 dənə sifəti var ki,
O Allahdan ayrı bir şeydir, amma Allah kimi də qədimdir. İnşallah növbəti verilişimizdə Allah Təbarək və Teala'nın bu bölgülər ki, bölürlər, tövhidini bölürlər, üçüncü növünə işarə edəcəyik, yəni feildə tövhid. Bu qədər. Vəssalamu aleykum və rəhmətullahi və bərəkatuhu.